Bu təqdimatda qiymətli kağızlarla əməliyyatların necə aparıldığını öyrənəcəyik. Alqı-satqı, emissiya, girov, dividend və digər əməliyyatlar maliyyə bazarlarında hər gün baş verir. Bu əməliyyatların aparılmasında iştirak edən qurumlar və proseslər mühüm rol oynayır. Qiymətli kağızlarla əməliyyat nədir? Qiymətli kağızlarla əməliyyat bu kağızların buraxılması, təqdim olunması, alqı-satqı və girov qoyulması kimi prosesləri əhatə edir. Bu əməliyyatlarda əsas iştirakçılar aşağıdakılardır: investorlar, emitentlər, maliyyə vasitəçiləri və tənzimləyici qurumlar. Əməliyyatlar qanunvericiliyə uyğun şəkildə və mərhələli şəkildə aparılır. Əməliyyatın əsas mərhələləri: emissiya, qiymətli kağızların maliyyə bazarına çıxarılması, yəni buraxılması deməkdir. Əməliyyatların başlanğıcı əksər hallarda emissiya ilə olur. Addımlar belədir: emitent, yəni şirkət və ya dövlət qiymətli kağızların buraxılması, yəni emissiyaya qərar verir. Emissiya prospekti hazırlanır, yəni maliyyə göstəriciləri, məqsəd, risklər və s. Emissiya prospekti səhmlər, istiqraz və ya digər qiymətli kağızların ilkin bazarda satışa çıxarılması zamanı hazırlanan rəsmi sənəddir. Bu sənəd investorları məlumatlandırmaq və onları risklər haqqında xəbərdar etmək məqsədini daşıyır. Mərkəzi bankdan rəsmi icazə və qeydiyyat alınır. Qiymətli kağızlar ilk dəfə investorlar üçün satışa çıxarılır. Bu ilkin bazar adlanır. Alqı-satqı prosesi əməliyyatın növbəti hissəsi ticarət, yəni alış-satışdır. İnvestor broker vasitəsilə sifariş verir. Əməliyyat birja üzərindən və ya birjadan kənarda həyata keçirilir. Əməliyyat ticarət platformasında təsdiqlənir. Məsələn, Bakı Fond birjası. Hesablaşma və klirinq aparılır, yəni qiymətli kağızlar və nəqd pulun mübadiləsi tamamlanır. Depozit mərkəzində mülkiyyət hüququ dəyişdirilir. Digər əməliyyatlar qiymətli kağızlarla yalnız alqı-satqı edilmir. Aşağıdakı əməliyyatlar da geniş yayılıb. Repo, qiymətli kağızların müvəqqəti satışı və razılaşdırılmış tarixdə geri alınması prosesidir. Əks repo, repo əməliyyatlarının əks tərəfdən baxılan formasıdır. Burada iştirak edən tərəf pul verir və qiymətli kağızı alır, amma gələcəkdə həmin kağızı əvvəlki sahibinə geri satmağa razılaşır. Girov qoyma, bankdan kredit almaq üçün qiymətli kağızların girov kimi istifadə olması. Məsələn, banklar hesablaşmaların sona çatdırılmasında likvidlik problemi ilə üzləşdikdə, Mərkəzi bankdan qiymətli kağızların girov qoymaqla faizsiz gündaxili kredit əldə edə bilər. Dividend və kupon ödənişləri. Dividend və kupon ödənişləri. Səhm sahiblərinə dividend, yəni gəlir, istiqraz sahiblərinə faiz ödənişi edilir. Təkrar bazarda ikinci satış. İnvestorlar artıq sahib olduqları kağızları başqasına sata bilərlər. Əsas iştirakçılar və onların rolu. Azərbaycan Mərkəzi Bankı əməliyyatlara nəzarət edən tənzimləyici qurumdur. Qanunvericiliyə uyğunluğa cavabdehdir. Milli Depozit Mərkəzi (MDM) qiymətli kağızların elektron formada depo hesablarını açır və onların учетunu aparır. İstər fiziki, istərsə də hüquqi şəxslərin qiymətli kağızları üzrə mülkiyyət hüquqlarını qeydiyyata alır. Hesablaşmalar və klirinqi həyata keçirir. Emitentlərə xidmət göstərir. Belə ki, səhmdar cəmiyyətlərin və istiqraz buraxan qurumların qiymətli kağızları üzrə учет və əməliyyat prosesinin aparılmasına dəstək göstərir. Emitentlərin kapital artma, bölünmə, konsolidasiya və digər korporativ əməliyyatlarını учета alır. İnvestorları məlumatlandırır. Bakı Fond birjası (BFB) ticarət platformasını təqdim edir. Qiymətli kağızların listing və ticarətinə imkan yaradır. Qiymətlərin formalaşmasına şərait yaradır. Broker və diller sifarişlərini icra edir. İnvestorlara və emitentlərə texniki dəstək verir. Korporativ bazarın inkişafına dəstək olur. Nəticə, qiymətli kağızlarla əməliyyatlar maliyyə bazarının əsas hərəkət verici qüvvəsidir. Bu əməliyyatlara emissiya, alqı-satqı, hesablaşma və digər maliyyə prosesləri daxildir.
Hər bir mərhələ qanunla tənzimlənir və müəyyən qaydalarla əsaslanır. Bu qaydalar həm investorları qoruyur, həm də bazarda şəffaflığı təmin edir. Azərbaycan bazarında əsas iştirakçılar Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasıdır. Onlar əməliyyatların düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət edir. Nəticə olaraq qiymətli kağızlarla əməliyyatlar sadə alqı-satqıdan ibarət deyil. Bu, peşəkar və sistemli şəkildə aparılan maliyyə mexanizmidir. Bunu başa düşmək, bazarda iştirak etmək istəyən hər kəs üçün əsas biliklərdən biridir. Diqqətinizə görə çox sağ olun.